Bismillahirrahmanirrahim. 14 Avqust 2025-ci il Kəlbəcər, Başilbel kəndi. İslam tarixinə görə bugün imamlarımızın şəhadətə qovuşmasının 40-cı günüdür. Seyid nəslindən olan Başilbel cəmaatı İmam Hüseyin şəhidlərini ehtiramla yad edir. Onların ruhuna dualar okunur, ehsan paylanılır. İşğaldan azad olunmuş Başilbeldəki məscidin xarabaqları qarşısında buna görə toplaşmışıq. Allah eləsin, böyük qayıdışın bütün mərhələləri həyata keçirilsin və kəndimizin abad günlərində inşallah gələk burada qurbanlıqları keçirin. Amin. Xudavənd də aləm bu mehribançılığı əlimizdən almasın. Amin. Allah bütün başda duran o zəhmət çəkib bu ehsanı göndərən qardaşlarımızın da köməyində. Amin. Allah kəsilən ehsanınızı qəbul eləsin. İndiyə qədər kəsilmiş bütün qurbanlarımızı qəbul eləsin. Allah'ım bu gününə şükür. Pərverdigara da mən arzu eləyirəm ki, gün o gün olsun Başlıbel abadlaşsın, Başlıbeldə qələbəlik olsun, cemaatimiz kəndimizə yığışsın, kəndimizdə hər kəs gəlsin, öz məhləsində, öz evində, öz eşiyində dövlətimizin qoyduğu qanunlar əsasında yaşasın. Dövlətimizi Allah var eləsin, dövlətimizin bayrağını Allah uca eləsin, Allah Ali Başkomandanımızı var eləsin, dəmir yumruq həmişə yerində olsun. Allah gətirdiyi qurbanı qəbul eləsin. Cemaat mehribandır, elə gene mehriban olsun, xeyri, şəri bir olur. O kəndin, bu kəndin hamısının. Allah hamının qazancını bol eləsin, canını sağ eləsin. Belə xeyir işlərdə iştirak edənlərin Allah ömrünü uzun eləsin. Çox sağ olun. Allah ihsanınızı qəbul eləsin, Allah köməyiniz olsun. Allah qəbul eləsin ihsanınızı. Allah qurbanınızı qəbul eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Bizim elə əvvəldən səbr etdiyimizdə bir olub. İndi də inşallah bu birliyimiz davam edir. O kənd fərq olmayıb bizdə. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirlər nurlarda olsun, qazilərimizə Allah şəfa versin, səbir versin. Allah ihsanınızı qəbul eləsin, birimin olsun, qazancınız. Minnətdarıq, çox sağ olun. Allah qəbul eləsin. Kəsilən qurbanı Qəbul eləsin. Allah qəbul eləsin. Allah hamını dövür var eləsin. Bu günləri bu imamların adına kəsilən bu ehsanı qəbul eləsin. İmam Hüseyin şəhidlərimiz bugün Qarabağ şəhidləri qədər hörmətlidir. Bugün Başlıbel şəhidlərinin bu dəyərinə, İslam ənənələrinə, dini dəyərlərinə hörmət edən hər kəs bizim qardaşımızdır, bizim elimizdir, obamızdır. Ona görə də mən bir daha bu işin təşəbbüskarlarına və təşkilatçılarına təşəkkür edirəm. Minnətdaram. Allah dövlətimizə, elimizə, obamıza güc qüvvət versin. Hamımız necə ki burada bax bu məhdud imkan çərçivəsində gəlib bu imamlarımızı anırıq, onlara hörmətimizi bu cür çatdırırıq. Allah bizlərə də imkan versin, dövlətimizə, elimizə, obamıza. Bax bu düşmənin virana qoyduğu kəndlərimiz, şəhərlərimiz abad olsun. Ata-babadan İmam Hüseyin peyğəmbərlərimizin, imamlarımızın buyurduğu düzgünlük, dürüstlük və ədalətlik prinsiplərinə gələk yerimizi, yurdumuzu bərpa edib şad, xürrəm yaşayaq. Sağ olun, təşəkkür ederim. Bir dua ver. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İza caa nasrullahi vel feth ve ra'aytan nase yedkhuluna fid-dinillahi affas. Fasabbih bihamdi rabbika vestağfirhu innehu kana. Allah sizi də var eləsin, Allah canınızı sağ eləsin. Başlıbel cəmaatı bizim üçün ən dəyərli ağsaqqalları, əzizləri, şehitləri var. Bu günləri, bu birliyinizi alqışlayıram, hər birinizə təşəkkür edirəm. Allah şəhidlərinizə rəhmət eləsin. Bizim qonaqlarımız gələndə biz o ziyarət edirik ki, bu tarix haqqında danışırıq ki, həqiqətən də Başlıbelin belə tarixi şəhidləri olubdur, onların belə tarixi acınacaqları olubdur. Allah rəhmət eləsin. Allah sizi var eləsin. Allah yenə də bu ehsanı qəbul eləsin. Hacibin Yamnə bir daha təşəkkür edirik ki, bu addım atdığı üçün. Sağ olun, minnətdarım. Sağ olun. Çok sağ olun. Allah razı olsun. Allah ömrünü uzun eləsin. Minnətdarıq. Bütün Başlıbel sizə minnətdarıq. Sağ olun, çox sağ olun. Allah sənin sağ olsun. Allah qəbul eləsin. Allah qəbul eləsin. İnançlı həmyerlərimizdən biri,
Qaraxançallı kənd sakini Hacı Bünyamin Əkbərov Başlı Belin yaylaqlarında bəslənilən mal qarasından bir dana göndərib. O, İmam ehsanı olaraq kəstirdiyi heyvanın ətindən ətraf kəndlərdəki ailələrə də pay göndərilməsini xahiş edib. Hacı Bünyamin öz təşəbbüsü olan bu xeyirxah əməlini orta məktəb illərində təhsil aldığı Başlı Belə mənəvi borcu hesab edir. Onun İslam şəhidlərinə ehsan etdiyi dananı məhz burada kəstirməsinin iki mühüm səbəbi var. Başlı Beldə məscidin olması və kütləvi şəhid məzarlığına ziyarətə gələnlərin çoxluğu. Arzular, diləklər, dualar burada dil açır. Hər ağızda bir dua var. Hər nəfəsdə bir şükranlıq və mərhəmət duyulur. Canım Allah qəbul eləsin. Allah hamımızı həmin günə qədər salamat eləsin. Gələk yurdumuzu, yuvamızı abad edin. Allah hamımızın yolunu açıq eləsin. Allah'tan arzum odur ki, bütün Başlıbel cemaati gəlsin, öz evində, ocağında. Nəinki Başlıbel, bütün Kəlbəcər cemaati, elimiz, obamız, bütün Qarabağ əhalisi öz isti ocağına yığışsın və hər bir əlamətdar günlərin belə rahatça qeyd eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun, dövlətimizi qorusun və Ali Başkomandanımıza hər yerdə kömək olsun. Yuxarıda Allahın, aşağıda hökumətimizin, prezidentimizin köməkliyi ilə, Allahın köməkliyi ilə bu kənd bərpa olunacaq. Ən yüksək səviyyədə. Ən yüksək səviyyədə biz bura ürək açıqlığından həmişə gələcəyik və bu elimizin adətlərini həmişə qoruyacağıq. İnşallah. Bugün biz burada oturup Başlıbel məscidinin həyətində oturup biz imam ehsanı kəstirik və bu tamı dadırıq. Allah qəbul eləsin. Allah qəbul eləsin. Allah dünyadan köçənlərimizə, bugünü görməyənlərimizə rəhmət eləsin. Allah əziyyət çəkənlərə Müəllimin də olsun. Burada bayrağımız ucalır və müqəddəs dinimizin dəyəri olan ələm ağacı ucalır. Əl həmən əldir. Baxmayaraq, istər açıq olsun, istər dəmir yumruq olsun. Əl həmən əldir, haqqın əlidir. Allah haqq sahiblərinə kömək olsun. Allah ulu öndərimizə rəhmət eləsin. Kimin zəhməti varsa bu işdə Allah razı olsun, Allah ordumuzu qorusun. Hal-hazırda bugün bizi qoruyan zabitlərimiz, əskərlərimiz, bizim əziyyətimizi çəkirlər sərhədlərdə. Allah onları qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O şəhidlərimizin hesabına biz buradayıq. Onlar bizim üz qaralığımızı götürdülər. Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Amin inşallah. Hacı Bünyamin Əkbərovun imam ehsanı kimi kəstirdiyi dananın ətindən Başlı Beldə daxil ətraf 7 kənddən müvəqqəti məskunlaşmış fermer ailələrinə ümumilikdə 71 pay göndərildi. Ehsan payı çatdırılan ailələrdən 29-u Başlı Beldə, 7-si Xallanlıda, 6-sı Alırzalarda, 10-u Qaraxançallıda, 8-i Qalaboynuda, 11-i isə Çovdar və Şəkərəm kəndlərində yerləşib. Kəlbəcər işğaldan azad olunandan sonra Başlı Beldə ilk dəfə qurban kəsmək Yusif Salahovun qismətinə düşüb. O, 2022-ci il avqustun 22-sində müvəqqəti məskunlaşdığı Bərdər rayonundakı şəxsi təsərrüfatında bəslədiyi dananı yük maşını ilə Kəlbəcərə apararaq ata yurdunda qurban kəsmişdi. Onun da bu nəcib əməli el-oba üçün çox vacib bir dövrə, Başlı Bel mühasirə gündəliyi filminin çəkildiyi günlərə təsadüf etmişdi. Yusif Salahovun qurbanlıq dananı Bərdədən Başlı Belə aparmasında ibrətamiz bir hikmət də var. O, hələ torpaqlarımız işğal altında olan vaxtlarda Bərdənin cansıxıcı istisindən baş götürüb təbiət qoynuna çıxır, Kəlbəcərin sərin meyini duymaq üçün Murovun ətəklərinə çəkilirdi. Son vaxtlar sanki adət eləmişdi. Yayın qora bişirən vədəsi yetişməmiş, Goranboyun Buzluq kəndi yaxınlığında eyni adlı çayın qırağında çadır qurur, bir-iki günlük də olsa orada dincəlməyə gedirdi. 2020-ci il mayın 12-sində qardaşı Oqtay müəllimlə birlikdə yenicə qurduqları alaçıqda gecələyərkən 11 il əvvəl Kəlbəcər həsrəti ilə haqqın dərgahına qovuşan atası Seyid Sadıq
onun yuxusuna girir. Onda 44 günlük Vətən müharibəsinin başlanmasına hələ 4 aydan çox vardı. Aktiv hərbi əməliyyatların heç işartısı da yox idi. Yusif Salahov atasının özünü yuxuda görməsə də səsini aydın eşidir. O dananı aparıb Başlıbeldə qurban kəsərsən. Yuxudan hövlan oyanıb yatağında oturur. Atasının dedikləri qulaqlarında cingildəyir. Həmin sözləri təkrarlaya çölə çıxır. Alaçığın bir neçə metrliyində şırıltı ilə axan çaya yaxınlaşıb yuxusunu danışır. Onun əllərini suya salaraq söylədiklərini çadırın açıq hissəsindən çölə boylanan qardaşı eşidir. Oktay müəllim adəti üzrə gür və inamlı səslə deyəsən yuxunu qarışdırmısan. Allahın köməkliyi ilə dıqaları yurdumuzdan qovacaq. Sən də gedib Başlıbeldə qurban kəsərsən deyir. Gün həmin gündür. Yusif Salahovun yuxusu Çin olub. Mənim rəhmətli Seydirza əmmimin biçənəyi idi. Atamın, əmimin böyük qardaşı olub. 1961-ci ildə bu biçənəkdə, bu kəndə birinci maşın yolu çəkilədində ala öküz qurban kəsilib. Mən də torpağımız işğaldan azad olunsun deyə gecə atam yuxuda mənə dedi ki, bu da o danan aparıb orada qurban kəsərsək. Pərverdigara bu gününə şükür ya Rəbbim. Çox şükür böyüklüyünə, çox şükür verdiyinə. Başlıbel Seyid kəndidir. Düşərli olsun ay Allah. Cemaatım elmə qayıtsın. Ağaca bağla. Belə aparacaq. Özüm kəsəcəm. Ətim, kötüyüm də var, baltam da var. Yüksək səviyyədə onu eləyəcəm. Mən demişəm, əskərlərimizin bu qurbanı kəsib, əskərlərimizə pay verəcəm. Bu Azərbaycan əskəri bu qurbanın ətindən yesin. Çox şükür böyüklüyünə, ya Rəbbim. Kəndimizdən 30 il ərzində rəhmətə gedənlərin ruhu şad olsun, hamısının. Bugün Başlıbel torpağında Seydircan məhləsində qurban kəsilir. Bu düşərli olsun, davamlı olsun. Hər kəs gəlsin öz evində, hər kəs öz qapısında qurban kəssin. Bərini möhkəm də. Bismillah. Qurban kəsin. Yuxarı qaldır, hə, dola elə. Keçir o deyəkçi kimi oradan. Əssalam, bax belə, bırax. Şey, çox gözəl. Allah qəbul etsin. 27 il 8 ay düşmən tapdağında qalmış Seyidlər yurduna qayıdış belə başlayıb. Addım-addım. Uzaq keçmişdən süzülüb gələn adətləri, ənənələri, qəlbində miskili, dilində şükür ilə. Torpaqlarımız azad olunandan bəri demək olar ki, hər il burada qurbanlar kəsilir. Təkcə Başlıbellər və ya Kəlbəcərlər deyil, Respublikanın müxtəlif regionlarından gələn qonaqlar ilk növbədə kəndin yuxarı başındakı kütləvi məzarlıqda uyuyan şəhidləri ziyarət edir. Başlıbel sözün həqiqi mənasında müqəddəs ziyarətgaha çevrilib. Bu məqamda doğma yurda köçəcəkləri günü səbirsizliklə gözləyən həmyerlilərimizə sevindirici bir xəbər də çatdırmaq yerinə düşər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair 2-ci dövlət proqramında Kəlbəcərin bərpa olunacaq 14 kəndi arasında Başlıbeldə var. 2027-2030-cu illəri əhatə edəcək proqram çərçivəsində Başlıbeldə ilkin mərhələdə 342 fərdi evin və məktəb binasının tikintisi dəqiqləşib. Davamı da olacaq. Kütləvi məzarlığın yaxınlığında faciə qurbanlarının xatirəsinə memorial kompleksin ucaldılması, qətliamın törədildiyi Porta Kahalarının açıq müzeyə çevrilməsi də uzaqda deyil.